Hörmətli dinləyicilər, sizi radyo teatrına dəvət edirik. Ne oldu Bəşir, keyfin yoktu? Neyliyim? Durup senin qabağında tərəkəmi oynamayacağım ki. Muratxan dayı ki, hifsləndi, yüzünü görmür. Elə söz deyir ki, adamın ortasından keçir. Yaxşı iş görmürsən. Neynəmişəm Bəşir? Daha ne eləyəcəksən? Cavan adamsan. Dünən səni iləri çəkib iş başına qoyublar. Bugün başlamısan cəmaatın başında bostan əkməyə. Bu mənim üçün çox ağır ittihamdır Muratxan dayı. Bəs cəmaatı neçə yüzillik kəndindən köçürmək necədir? Biz heç kəsi heç nəyə məcbur eləmir. Bu mənim şəxsi fikrimdir Muratxan dayı. Mən sizin kəndin gələcək xeyrin bunda gördüyüm üçün cəmaatın rəyin bilmək istədim. Ancaq heç mənim ağlıma da gəlməzdi ki, sən o məsələni bu cür qarşılayacaqsın. Sənin ürəyin mənim kimi bu dağlara bağlı olsaydı, ağlına gələrdi. İlyas Əfəndiyev, Camal Qalası. Kendimiz Camal Qalasının yanından köçüb böyük yarxın altında dikiləndən sonra oraya gitməmişdim. Əlbəttə, bu mənim təqsirimidir. Lakin nə etməli? İş güc başım belə qatmışdı ki, 10 ilin necə gəlib keçdiyindən də xəbərim olmamışdı. Bu 10 ildə bizim Camal Qalası cəmaatı böyük yarxın altında nə qədər gözəl evlər tikmişdilər, nə qədər gözəl bağlar salmışdılar, nə qədər yeni tipli kənd təsərrüfatı maşınları gətirmişdilər. Bir həftə təzə kəndimizdə qalandan sonra rayon icraiyə komitəsinin sədri, geçmiş institut yoldaşım Adillə rayon mərkəzinə qayıdırdıq. Maşınımız dağ yolu ilə yuxarı qalxıb, Camal Qalasının yanından keçərkən, köhnə kəndin kədərli, sükut içində olan uçuqları görünürdü. Camal Qalasının burçlarının birinin üstündə 2 qoca və 5-6 bala qartal dayanıb, sakit nəzərlərlə bizə baxırdılar. Yəqin qoca qartallar balalarına uçmaq öyrədirdilər. Mən necə oldusa, 30 il Camal Qalası cəmaatına başçılıq eləmiş Muratxan kişini xatırladım. Muratxan kişini. Perzak, ay Perzak! Geldim ay kişi, geldim. Ay kişi sen Allah bu nedir? Atı elə bərk sürmüsən ki, tamam tərin içində. Kəndə tez qalxmaq istəyirdim. Aşağı binələrdəydim. Nə olub? Süreyya gəlir. Yəqin imtahanlarının hamısını verib. Hamısını. Çoban Hüseyin'in oğlu Biniye atasının yanına gelmişti. Süreyya ondan sipariş edip ki bugün Qatarla gelir. Hara təyin olunmaları barədə Hüseynin oğlu bir söz demədi? Dedi. Hüseyin'in oğlunu qoyublar Yaşıl Yurt məktəbinə. Süreyyanı da öz məktəbimizə. Burada bir müəlliminin yeri boş idi. Hə, Çoban Hüseynin oğlu ayrı kənddə düşsə də evi yoxdur. Oğlandı. Amma qız uşağı. Hüseyin'in oğlu öz yerindən razıdır. Alıoğlu Muratxanın törəməsi Camal Qalasına müəllimi gəlir. Muratxan baba bu torpaqları özünə tabi eləməyə gələn Axtaş ağı Camal Qalasında 100 igidlə qabağını kəsib qoşununa divan tutduğu vaxtdan 2 əsrə yaxın keçir. Gör o müddətdən dünya nə qədər dəyişir.
Adil'in anası biraz bundan qabaq gəlmişdi. Ne deyirdi? Deyir, qız gələn kimi toyu başlamaq istəyirəm. Mənə bir fışqa gətir. Nə olub? Qaşqabağını niyə tökdün? Heç nə olmayıb. Deyir o dünən kəndə gəlibmiş. O kimdir? Kızın nişanlısı. Keçmə sənin bu xasiyyətindən. Niyə oğlanın adını demişsən? Sən binələrə yenəndən sonra təzə bir qazaltı 69'da gəldi. Nədə gəldiyini soruşmuram. Bədnəzərdən uzaq olsun. Maşallah, maşını dolarlardan elə çıxarırdı. Deyirdim, bəs qızıl quş kimi şığıyır. Şofer zat da götürməmişdi. Nəyə gəlmişdi? Nəyə gələcək? Bu boyda rayonun təsərrüfatı ona baxır. Gəlmişdi, görsün kətdə nə var, nə yox. Necə yəni nə var, nə yox? Amerikadan zaddan gəlib, bilmir nə var, nə yox? Niyə belə acıqlı danışırsan? O gələn kimi birinci səni soruşdu. Böyük iş olub. Yaxşı. Cəmaatı başına yığıb nə deyirdi? Çox qəribə sözlər deyirdi əş. Məsələn? Deyirdi ki, 1924-cü ildən indiyə qədər Camal qalasının cəmaatı 1500 nəfər artıb. Nə olsun? Əhalisi artıb, dolanışığı da yaxşılaşıb, mal-qarası da artıb. Deyirdi ki, əgər əhali bu cür artsa, 10 ildən sonra adamlar Camal qalasında ev tikməyə yer də tapmayacaqlar. Ona görə də gərək cəmaatı köçürdək ayrı yerə, elə mi? Deyirdi ki, birazdan təsərrüfatı böyütmək də çətin olacaq. Və cəmaat nə dedi? Dedilər, fikirləşərək görək nə etmək lazımdır. Çörəkənin nə dedi? Dedi, fikirləşin. Muradxan əmi ilə birlikdə məsləhətləşin. Nə fikirləşəcəyik? Durub Adil bəyin sözü ilə 600 il tarixi olan kəndi tərk edəcəyik. Ərzad, mən açılışmaq istəmirəm. Sən ona deyərsən ki, cəmaat arasında belə şeylər danışıb, gədə-güdənin başına söz salmasın. Muradxan, yaxşı olar ki, bu barədə sən özün də biraz fikirləşəsən. Orada danışırdılar ki, Adil'in sözlərində ağla batan şey çoxdur. Məsələn, kimlər danışır? Cəfərqulu oğlu Mayis, Kərəm oğlu Oktay. Alıkişi oğlu İnqilab, Allahqulu oğlu Elxan. Sən ki, məndən yaxşı bilirsən. Bu cavanlara elə bir hay lazım. Düzü cavanlar da yaman sevinirdilər. Cəfərqulu oğlu Mayis deyirdi, nə vaxtacan bu qayaların arasında qısılıb qalacaq, genişliyə çıxmaq lazımdır. O cür firavan yaşayanda, yadelli düşmən hücumunun nə demək olduğunu bilməyəndə, çətinliklərini görməyəndə, əlbəttə, elə deyir. Sənə dübarə tapşırıram. O kürəkənin bura gələndə, başına möhkəm ağıl qoyarsan. Deyilən bir də belə sözləri ağzına almasın. Sürayya gəldi. Ay bala, ay bala, ay bala. Necə hoş gəlmişsən sən? Evdəyim. Ay, ata, salam. Necəsən, ata? Sən yaxşı ol, qızım. Biz nə cür olsaq keçər. Taksi ilə niyə gəlirdin ay bala? Xəbər verəydin, qabağına maşın göndərəydilər. Bilirəm ki, dövlət maşınını xüsusi iş üçün göndərməkdən atamın xoşu gəlmir. Mən atanın maşınını demirəm. Başa düşdüm. Adili deyirsən. Onun maşınına heç minməzdim. Təzə irəli çəkilmiş cavan işçidir. Qoy indidən nişanlısını idarə maşınında gəzdirməyə öyrənməsin. Elə deyil, ata? Yəqin ki, eylədir. Eybi yoxdur, ikiniz də yaxşı maaş alacaqsınız. Pul yığıb bir juguli alarsınız. Bu başqa məsələ. Hələ dünyada heç nə yoxkən, Pərzad, juguli almaq dəmir vurur. Niyə yoxdur? Muradxanın sağlığına dünyada hər şey var. Elə isə, yeri bir yaxşı plov dəmlə. Mən də atın yəhərini alıb gəlirəm. Yaxşı. Anacan, Adilin haqqında danışılanda atam qaşlarını çatırdı, nə olur? Atanın Adilə yaman acığı tutub. Niyə? Dünən Adil kəndə gəlmişdi. Cəmaata məsləhət görürdü ki, aşağı köçü böyük yarxın altında tikilsinlər. Cəmaat nə deyirdi? Cavanlar sevinirdilər. Bəs yaşlılar? Yaşlılardan da kimi tərəfdar çıxırdı, kimi hesabı içəri verirdi. Bəs sən necə baxırsan? Düzü mənə ağır gəlir. Niyə üçün?
Siz cavanlar qəribəsiz. Necə, nə üçün? Bu boyda kəndi həmişəlik tərk etmək sənə asan gəlir. Camal qalasının hər daşına, hər qarış torpağına üzümüz gözümüz öyrənib. Keçən il sən məni Bakıya aparanda görmürdünmü kənd sarıdan necə darıxırdın? İndi onu həmişəlik tulla get, zarafatdır. Amerikaya zada getməyəcəksən ki. Demək sən də nişanlının fikrinə şəriksən. Sən öz əriyin fikrinə şərik ola bilərsən, mən yox. Çünki mənim ərim Camal qalasının qartalıdır. Onun 7 igid babasının sümükləri bu torpağın altında yatır. Bu təzə binalar onun yuxsuz gecələrinin hesabına tikilib, hə? Biz dərs oxuyanda 50 uşaq balaca qaranlıq bir otağa doluşurduq. Amma sən o cür gözəl məktəbdə dərs verəcəksən. İçərisinə girəndə deyirsən, bəs Bakı məktəbidir. Amma böyük arxın altında olsaydıq, o cür binalardan 3'ünü 4'ünü yox, 20'sini 30'unu dikərdik. Kənd cəmaatı getdikcə artır, ana. Görürəm, sən də adil deyəni deyirsən. Cəmaat buradan heç yana köçməyəcək. Uşaq-muşağın sözü ilə deyir ki, bir də ki, axı adil bu allı güllü yaylaqların, bu soyuq bulaqların qədrini nə biləcək? Ana. Onların kəndində yayda istidən nəfəs almaq olmur, qışda palçıqdan tərpənmək. İçdikləri də qara su. Amma o kənddən adil kimi oğlanlar çıxıb. Vallahi, indiki qızlara mətal qalmışam. Biz də dərs oxuyurduq. Biz də tələbə olmuşuq. Amma ata-anamızın yanında nişanlımızın adını da dilimizə gətirməzdik. Biz sizin yolunuzu inkişaf ettiririk. Gör. Siz nişanlınızla gizlində danışırdınız, biz aşkarda. Bu daha yaxşıdır. Elə deyil mi? Ay ana, ana. Gör sənin üçün nələr almışam. Bir bax, bax. Xoşuna gəlir ana. Nə qəşəngdir. Bu parçalardan sənin üçün elə paltarlar tikəcəyəm ki, görən heyran olsun. Bu kostyumluğu da atam üçün almışam. Payın çox olsun, çox olsun. Bəs bunu? Onun da yiyəsi tapılar. Başa düşdü, başa düşdü. Yaxşı, sən soyun paltarını zarını dəyiş, mən də gedim xörəyi hazırlayım. Salam Süreyya. Mənim əzizim. Adil, zəngin olsa tanıdım. Mən səndən incimişim. Yalan demə. Ne için gəlməyini zənginliyim demirdi. Çünki qatar günü saat 12'də stansiyaya çatır. Naçalniki işindən ayırmaq istəmirdim. Pedant. Hər halda naçalnik öz nişanlısını qarşılamağa vaxt tapardı. Sən onsuz da məni qarşılayırdın. Qatar stansiyaya yaxınlaşdıqca mən səni görürdüm. Bax, sən eyni ilə bu paltarda, saçların bu cür bir-birinə qarışmış halda, adamların içindən mənə baxıb gülümsəyirdin. Xəyalpərəst. Daha sənin haqqında xəyallar adamlara taqətim yoxdur. Toyumuzu tez elə. Məhsul yığılıb qutaran kimi. Pedant. Toyun məhsul yığımına nə dəxli var? Mən səndən də çox tələsirəm. Ancaq bir dəqiqə vaxtım yoxdur. Biçin, pambıq, meyvə. Bunlar bütün il boyu olacaq. Yox, oktyabr ayının axırlarında işimiz azalacaq. Oktyabrın axırına 3 ay var. Eybi yoxdur. Şlyapanı hərlə, budu gəldi. Papağını hərlə deyərlər. Modernləşdirmişik. Oo. Adil, ne için toya tələsmirsən? Yoxsa məni daha əvvəlki kimi istəmirsən? Mən səni əvvəlkindən də artıq istəyirəm. Çox sağ ol. Demək əvvəl az istəyirmişsən. Yox, bu dəfə məni dolaşdıra bilməyəcəksən. Mən səni əvvəl də çox istəyirdim, indi də. Bir əsr keçsə yenə də istəyəcəyəm.
Ancaq məhəbbət də canlı orqanizm kimi inkişaf edir, kamilləşir, daha yetkin, daha zəngin olur, bildin? Sənə dil getirmək olmaz. Atamın könlünü almağa çalış, Adil. O sənin əlindən yaman hirslənir. Niyə? Deyirsən, gəlib cəmaata məsləhət görmüşsən ki, köçüb aşağıda böyük arxın altında tikilsinlər. Muradxan dayı buna hirslənir? Ola bilməz. Anam deyir ki, çox hirslənir. Qəribədir. Axı, nəyə görə? Bu ki, cəmaatın xeyrinədir. Özü də çox xeyrinədir. Yaxşı Sürəyya, necə ola bilər ki, həmişə qabaqda gedən, hər bir yeniliyi hamıdan tez qəbul edən Muradxan dayı belə bir fikrə zid çıxsın? Doğrusu, onun səbəbini mən özüm də başa düşə bilmirəm. Çox qəribədir. Sən doğrudan kəndin köçüb aşağıda tikilməsini istəyirsən? Bunu tək mən yox, həyat, zaman özü istəyir. Mən səni başa düşürəm, Adil. Ancaq sən əvvəlcə atamla danışmalıydın. O kəndin ağsaqqalıdır. Bəlkə kişi buna görə əsəbiləşib. Ola bilər. Atam kəndin hər bir işində onunla məsləhətləşməyi xoşlayır. Dünən mən gələndə Muradxan dayı kənddə yox idi. Bir də ki, mən o sözü rəsmi demirdim. Belə cəmaatın fikrini bilmək istəyirdim. Mən elə güman eləyirdim ki, Muradxan dayı bu işə hamıdan qabaq razı olar. Nə deyim? Salam. Salam Muradxan dayı. Maldarlığın inkişafında çox irəli getdiyinizə görə sizin təsərrüfatı yaman tərifləyiblər. Qəzetdə oxudun? Oxudum. Mən gedim anama kömək eləyim. Nə olub əşi, keyfin yoxdur? Ne eləyim? Durub sənin qabağında tərəkəmi oynamayacağım ki. Muradxan dayı ki, hirsləndi yüzünü görmək. Elə söz deyir ki, adamın ortasından keçir. Yaxşı iş görmürsən. Neynəmişəm əşi? Daha ne eləyəcəksən? Cavan adamsan. Dünən səni irəli çəkib iş başına qoyublar. Bugün başlamısan cəmaatın başında bostan əkməyə. Bu mənim üçün çox ağır ittihamdır Muradxan dayı. Bəs cəmaatı neçə yüzillik kəndindən köçürmək necə? Biz heç kəsi heç nəyə məcbur eləmirik. Bu mənim şəxsi fikrimdir Muradxan dayı. Mən sizin kəndin gələcək xeyrin bunda gördüyüm üçün cəmaatın rəyini bilmək istədim. Əgər vaxt, zaman özü bizi genişliyə, yüksəkliyə çağırırsa, əgər biz bu çağırışı yerinə yetiririksə, əcdadımızın ruhu nə üçün bundan inciməlidir? Nə üçün? Məyər onlar özləri də bizim xoşbəxtliyimiz üçün vuruşmurdular. Bəs niyə o vuruşların xatirinə hörmət eləmirsən? Ne üçün o igidlərin son nişanələrini tərk edib getmək istəyirsiniz? Səhvim var Muradxan dayı, səhvim var. Camal qalası igidliyin son nişanəsi deyil. Xalqın igidliyi, mərdanəliyi tükənməzdir, əbədidir. Ancaq bilirsən ki, hər zamanın öz qəhrəmanlığı var. Camal qalasında bir nəfər də kasıb adam yox. 2000 metr hündürlüyündə olan bu dağın kəlləsində hansı evə girirsən, televizor görürsən, radyo görürsən, qoşa-qoşa çarpayı görürsən, yazıçıların kitablarını görürsən. Elə ev yoxdur ki, qəzet almasın. De görək daha hansı xeyirdən danışırsan. Araya baxırsan, Camal qalasının naxırıdır. Bunlar hamısı doğrudur Muradxan dayı, doğrudur. Ancaq sənin kimi həqiqi əmək adamlarının çatdıqları zirvədən baxanda azdır. Azdır? Bəli, azdır. Azdır. Axı siz öz cəmaatınıza, ölkəyə bundan çox-çox artıq xeyir verə bilərsiniz. Ancaq Camal qalasının sərt qayaları, dərin uçurumları buna imkan verməz. Muradxan dayı, siz istəsəz də indiki səviyyədən yuxarı qalxa bilməzsiniz. Bu bizim üçün kifayət. Əlbəttə, bu günə düşünəndə ola bilsin ki, kifayətdir. Ancaq bəs ölkənin keçdiyi sürətli inkişaf yolu? Doğrudan mı sən o böyük axından üzülüb bu qayaların arasında qalmaq istəyirsən? Axı siz nə qədər varlanırsınız, varlanın. Bu bir qarış yerdə 3-4 böyük binadan artığın tikə bilməzsiniz. Bilməzsiniz. Gələcək nəsillər üçün heç bir iş görə bilməzsiniz. Bütün bunlardan başqa özün görürsən ki, bizdə əhali necə sürətlə artır. Təkrar deyirəm. Biz nə eləmişik, nə tikmişiksə özümüzə bəsdir. Gələcək nəsillər zəhmət çəkib özləri öz qayğılarına qalsınlar. Onsuz da biz onlar üçün az eləməmişik. Dünən qurbağa kimi ağza verir. Sənin sözünü təsdiq edən maislar, ilxanlar hazırına gəlib çıxıblar.
Elə bilirlər ki, dünya ilə belə yaranıb. Qaldı cəmaatın artması. Kənd darısqallıq eləyirsə, istəyən genər aşağıda yurtsalar. O başı pozurluq olar. Bilirsən nə var? Biz bu Camal qalasından heç yana köçməyəcəyik. Burada bizim babalarımızın sümükləri yatır. O qalanın hər burcu, hər daşı bir igiddən yadigardır. İndi sənin dünən naçəlnik olub. Bugün buyurursan ki, Camal qalasını xaraba qoyun. Heç vaxt! Mən buyurmuram Muradxan dayı. Mən məsləhət görürəm. Camal qalasını isə biz əlbəttə bir qəhrəmanlıq timsalı kimi mühafizə eləyib saxlayarıq. Camal qalasını xalq özün deyənə qədər saxladığı kimi, bundan sonra da saxlayacaq. Sizin xidmətinizə ehtiyac yoxdur. Biz səninlə təzə qovum oluruq. Ona görə də təvəqqüm budur ki, bir də cəmaat içində heylə söz danışmayasan. Yoxsa aramız dəyər. Buyurun süfrəyə. Gedək. Almanı attım karala kaldı sarala sarala. Almanı attım karala kaldı sarala sarala. Ay ince belli, ay şirin dilli. Ay ince belli, şirin dilli. Gelin arasa. Deyəsən o biri eyvandadılar. Yəqin Adil kəndin köçməsi məsələsini Muradxan dayıya deyib. Şübhəsiz. Ağlım kəsmir ki, Muradxan dayı razı olsun. Axı ne için razı olmur? Bu dağlara kişinin ayrı cür eşqi var, başa düşsən? Ha? O gündə toyda deyirdi ki, kəhər ülkəni minib, Camal qalasına qalxanda elə bilirəm ki, 19 yaşında bir igidəm. Kəhər ürgə ilə Camal qalası Muradxan dayının sevgisidir. Ancaq Muradxan dayı həmişə cəmaatın xeyrini düşünüb. Hə, doğrudur. Hər bir yeniliyi birinci Muradxan dayı qəbul edir. Bu yenilik o yeniliklərdən deyil. Ha? Adamları 100 illərdən bəri yaşadıkları doğma yurdundan həmişəlik ayırmaq sana zarafat gəlir. Vətənimizin hər qarış torpağı bizim üçün doğmadır. İstəyir Camal qalası olsun, istəyir Haramı düzü. Onu biz deyirik də. Muradxan dayı həmişə öz işi ilə sübut eləyib ki, vətənimizin hər qarış torpağı onun üçün də əzizdir. Təki bu işə də razı olsun. Yaxşı, zəngi bas. Oo, günaydın köhnə dostlar. Hoş gördük sizi. Vah vah, bir gör mayıs saçlarını ne kadar uzadı. Salam. Salam. Özüne de ne qəşəng yaraşır. Doğrudan. Elxanın xət başına bak. Altay, sen yine de bu istidə kepkalı gəzirsən. Salamlar. Salam. Başı açıq gəzməyə utanıram. Ne için utanırsan? Bu cür blondin saçlara bir Fransız aristokratın dünyanı vererdi. Başı açıq gəzəndə bəziləri adama dəvə nalbəndə baxan kimi baxır. Heylə bəzilərinin ardınca sürünmək lazım deyil. Doğrudur. Var doğru sözdür. Sırağa gün Nəcəf əmin mənə məzəmmət eləyirdi ki, saçlarını niyə qız kimi uzatmısan? Cəfər kişi də gülüb dedi ki, uzadır, lap yaxşı eləyir. Niyə şəhərdəkilər dəbi ilə gedə bilər, kənddəkilər yox? Progres. Progres yaşa baxmır. Beyinlərin alıcılıq qabiliyyətinə baxır. Mayıs məğlub olanda adam elə baxır ki, elə bil bu saat dönüb qaçacaq. Necə? Mayıs qaçmaq? Heç vaxt. Mayısın gəmisi həmişə irəliyə, uzaq üfüqlərə kurs götürür. Süreyya, xahiş edirəm Adilə deyəsən bir dəqiqəlik bura zəhmət çəksin. Gedək içəri. Sizi dağ kişnişi, çöl unducası ilə pişmiş soyuq doğuya qonaq eləyərik. Nənəmin canı üçün biz də elə bu saat Altaygildə Salvartı yaylağından gəlmiş kəhraba kimi sapsarı bal yeyib, üstündən də nanəli doğu içmişik. Ana, mən sevinmişdim ki, indi nişanlımı tək görəcəyəm. Qızı nə dövrəyə almışsınız, ha? Qorx ki, nişanlını götürüb qaçır. Süreyya, bu Elxan nə deyir, ha? Elxandan soruş ki,
Keçən ilki cıdırda sənin atın Süreyyanın atından nə qədər geridə qalmışdı, hə? Məlum məsələ idi ki, sən ötəcəksən. Muratxan dayının kəhər ürgəsini hələ indiyə qədər keçən atı olmayıb. Muratxan dayının kəhər ürgəsi 150 il bundan qabaq Paris yarışlarında ad almış Qarabağ cinsli atların yadigarı. Texnika gözəl atların hamısını meydandan çıxardı. Yox, gözəl atları hissiz, zövqsüz, nadan idarə başları meydandan çıxardı. Lakin siz, biz istəsək, ceyran ayaqlı Qarabağ atlarını yenidən yetişdirərik. Bunun üçün bizə geniş meydan lazımdır. Camal qalasının əzəmətli qayaları hər tərəfdən bənd-bərəmzi kəsib. Bizi əl-qol açmağa qoymur. Elədir, elədir. Sənin o kəndi aşağıya, böyük arxın altına köçürmək barədəki fikrin yaman səs salır. Bu saat hamı ondan danışır. Nə deyirlər, razıdırlar. Razı olanları da var, əksinə çıxanları da. Bu saat Muratxan dayının rəyindən çox şanslıdır. Bilirsən ki, cəmaat hamıdan çox ona inanır. Muratxan dayı razı deyil. Elə şey olmaz. Təəssüf ki, elədir. Heç inana bilmirəm. Bəlkə sən də atanla danışasan Süreyya. Çox danışmışam. Atam o barədə heç eşitmək belə istəmir. Burada məsələ xeyli çətin oldu. Elədir. Adil, bilirsən biz nə qədər şeylər düşünmüşük. Elədir. Aşağı düşəndən sonra böyük bir futbol meydançası düzəldəcəyik. Elə bir komanda yaradacağıq ki, Kəndimizin klubu, kino yeri yoxdur. aşağı keçəndən sonra yaxşı bir klub tikəcəyik. Həm kino verək, həm də teatr tamaşaları. Məktəbin balaca zalı heç 150 nəfər adam tutmur. Yeni kənddə daha böyük işlər görmək olar uşaqlar. Bax, yeni bağlar, yeni əkin sahələri, yeni kənd təsərrüfat maşınları. Təbii məsələdir ki, bütün bunlarla əlaqədar olaraq kəndimizdə yeni mütəxəssislər dəstəsi yetişəcək, elə deyil. Camal qalasında hələ fərli başlı bir mexanizator, bir texnik yoxdur. Birinin televizoru xarab olanda gərək götürüb aparar rayon mərkəzinə. Düz deyir. Bax, bu saat ən mühüm məsələ Muratxan dayını razı salmaqdır. Ağlım kəsmir. Atam razı olsun. Yaxşı, Adil. Tutaq ki, Muratxan dayı razı olmadı. Onda neynik? Nə bileyim. Bu fikirdən əl çək. Yox. Məncə qətiyyən əl çəkmək lazım deyil. Muratxan dayı razı olmasa, verək cəmaatın ümumi müzakirəsi. Muratxan dayı razı olmasa cəmaat çətin səs verəcək. Yox, bütün gənclik bizim tərəfimizdədir. Yaşlılardan da kimin ki həyat bacası dardı, təzə ev tikə bilmir, o da razı olacaq. Yox, biz çalışıb hamını razı salmalıyıq. Birinci növbədə Muratxan dayı. Bax, doğrudur. Əlbəttə, Camal qalası əl çəkməli yer deyil. Bu hava, bu əzəmətli dağlar, min rəngə çalan bu güllər, çiçəklər, hələ qayalardan süzülən o soyuq bulaqlar harda var? Ancaq neyəyəsən? Həyat başqa cür tələb edir. Biz Camal qalasından tamam əl çəkmirik axı Süreyya. Sağlıq olsun, aşağıda böyük arxın altında tikiləcək təzə kənd böyüyüb, şəhər kimi olandan sonra biz Camal qalasında yaylaq evləri tikərik. Adamlar da məhsul yığandan sonra qalxıb burada istirahət eləyərlər. Bu sözləri kəndlərə desək, çoxları hesabı içəri verəcək. Bəzi yaşlılar fikirləşəcək ki, o vaxtda bizim ömrümüz çatmaz. Yenə bəziləri. Altayın sözlərində həqiqət var Mayıs. Hər zaman olduğu kimi bu saatda iki psixoloji hal. Yeniliklə köhnəlik əlbəyaxadır. Əlbəttə, inkişaf gücləndikcə yeniliyin də qələbəsi sürətlənir. Bizim borcumuz bu sürətə kömək eləməkdir. Arzular böyüdür uşaqlar. Yalnız hərəkət, cəsarət lazımdır. Yaxşı, indi biz konkret olaraq nə etməliyik? Nə neyik? Adamlarla ürəkdən səmimi söhbət eləyib başa salmaq lazımdır. Biz həmişə ürəkdən söhbət eləyirik. Mənim quru təbliğatçılıqdan zəhləm gedir. Ay, sağ ol. Yaxşı qaldı Muratxan dayı. Birinci katibdən xahiş edərik, onunla biraz söhbət eləsin. Muratxan dayı birinci katibin xətrini çox istəyir. Bu elə məsələdir ki, gərək hamının ürəyindən olsun. Mən də elə Onda biz getdik. Ancaq uşaqlar, bura baxın. Boş hayküydən, inzibatçılıqdan uzaq. Xalqa deyilən hər bir sözdə səmimiyyət, inam olmalıdır. Xalq yalan vədlərə nifrət edir. Təbii məsələdir. Hələlik adır. Hələlik uşaqlar. Sağ olun, qalın. Almanı attım karala, qaldı sarala, sarala. Almanı attım karala, qaldı sarala, sarala. Yaxşı oğlanlar. Çox yaxşı oğlanlardır. Üçü də şən, üçü də yaraşıqlı. Üçü də ağıllı. Adil, nə fikrə getdin? Fikirləşdim ki, bu dağlar bizim xalqın qəlbində nə qədər dilsiz mahnılar, nə qədər mərdanə duyğular, nə qədər unudulmaz qəhrəmanlıq xatirələri yaşadıb. Hər dəfə onlara baxanda rəhmətlik Səmədin sözləri yadıma düşür. Vurğunu da salar yada, düz ilqarlı bizim dağlar.
Nəhayət, günlərin birində adamlar Camal qalasından aşağılara, böyük yarğın altına köçməyə başladılar. Muradxan dayı üzərinə salxım-salxım söyüd budaqları sallanmış eyvanında oturaraq, kəndin üst tərəfindəki sarı qayalıqda sükuta dalmış əzəmətli Camal qalasına baxırdı. Qala burçlarından biri üzərində qanadlarını sallayaraq oturmuş qoca qartal isə sakit nəzərlərlə kənddəki qarğaşalığı seyr eləyirdi. Alıqulular uşağı da köçüb getdilər. Sabah Camal qalasında bir iz həyat qalmayacaq. Qalacaq. Camal qalasının həmişəlik sakinləri var. Böyük burcun üzərindəki qoca qartalı görürsənmi? Görürsənmi bu vurhavurda necə toxtaq nəzərlərlə baxır? Get Süreyyanı bura çağır. Nə olub? Heç nə. Ona sözüm var. Yaxşı, çağırım. Biz nə vaxt köçürük? Dedim ki, get. Süreyyanı bura göndər. Ne buyururdun ata? Yaxın gəl. Otur. Bilirsən ki, qardaşın institutu qurtarandan sonra evlənib Bakıda qaldı. Elədi. Alim oldu. Bu 10 ildə bircə dəfə Camal qalasına gəlib, onda da 2-3 günlüyə. Uşaqları isə hələ Camal qalasının üzünü də görməyiblər. Mənim bütün ümidim sənə idi. Fikir edirdim ki, sən oxuyub gələrsən. Uşaqların da Camal qalasında Muradxanlılar nəslini davam etdirərlər. Amma nişanlın cəmaatı başdan çıxarıb Camal qalasından arana köçürdü. Cemaat özü köçür ata. Bu pərxaşlığı ortalığa birinci atan kim oldu? Adamlar köçməyə bilərdilər. Kimi də onları məcbur eləyən? Mən 30 il onlara ağsaqqallıq elədim. Hamısının əlini çörəyə çatdırdım. Axırda da vəfaları bu oldu. Onlar səni sədrlikdən buraxmırdılar ata. Sənə nə qədər minnət elədilər? Yox. Mən daha onlara sədrlik eləyə bilməzdim. Onlar uşaq-muşağın fikrinə uyub, mənim sözümdən çıxdılar. Məni sındırdılar. Sənin nişanlın məni el içində xar elədi. Ona görə də sən onun nişanını geri qaytarmalısan. Muradxanlılar nəslinin təəssübü indi sənə düşür. Bir özün düşün ata. Axı bu necə ola bilər? Hər şey, qızım, insanın mərdliyindən asılıdır. O toya hazırlaşır ata. Özü də bizim razılığımızla. Bəs belə bir vaxtda verdiyin sözü geri götürmək namərdlik deyil? Yox, namərdlik deyil. Qoy xalq görsün ki, Muradxanlılar nəsli ata-babalarının Camal qalasının təəssübü üçün hər şeydən keçərlər. Sən hissə qapılırsan ata. Muradxan 30-cu ildə 6 qaçağı tək başına tutub hökumətə təhvil verəndə tükü tərpənmirdi. Amma indi hissə qapılır. Əlbəttə, sən elə deyərsən. Çünki atan kimilərinin çəkdiyi yolları görməmsən. Uzun sözün qısası, sən Adilə getməyəcəksən. Sənə hörmət mənim borcumdur ata. Ancaq bu çox amansız qərardır. Birinci ona görə ki, Adil heç bir pis iş görməyib. Neyniyibsə hamısını bizim cəmaatımızın xeyri üçün eləyib. İkincisi də...
Bəs ikincisi nədir? İkincisi de budur ki... Açık danıştığım için özür istəyirəm ata. Başa düşürəm. Biz birbirimizi istəyirik. Başa düşürəm. Sən mən o qədər də geridə qalmış adam bilmə. Mən səni həmişə rayonumuzun ən qabaqcıl adamlarından biri hesab eləmişəm ata. Mən o oğlanın səni ürəkdən istədiyinə şübhə edirəm. Niçin ata? Bütün Camal qalası da, o oğlan da bilir ki, sən mənim istəkli qızımsan. Mən bununla fəxr edirəm ata. Qulaq, necə ola bilər ki, bir adam səni istəsin, amma atanı, məni saymasın, mənə hörmət eləməz. Əgər bu mahalda Adil'in hörmət elədiyi iki adam varsa, onun biri sənsən ata. Yox qızım, mənə hörmət eləyən adam cəmaati mənim üzərimə qaldırmazdı. Mənim sözlərimi boş şey hesab eləməzdi. Sən bilirsən ki, mən cəmaatin nəzərində dağdan ağır adamıdım. İndi köçüb yanımdan elə keçirlər ki, elə bil 30 il bu kənddə başçılıq eləyən, kasıblarını, çörəkli, qonaqlı edən mən Murad xan deyim. Yox qızım, onun üçün öz şöhrəti məndən də, səndən də çox artıqdır. O mənə geridə qalmış bir adam kimi baxır, məni saymır. Amma qızımı istəyir. Demək, Murad xan bir qoz. Mən hələ ölməmişəm, xeyr. Mənim qızım, mənim qanımdan əmələ gəlib. O atasının şəxsiyyətini əşkiş tutan adama ərə getməz. Mən indiyə qədər elə bir hərəkət tutmamışam ki, sən mənə inanmayasan, elə deyilmi ata? Sən elə bir hərəkət də tuta bilməzdin. Çünki sən Murad xan nəslindənsən. Ağda şah bizə hücum eləyəndə Camal qalasının bir burcunda sənin ulu baban Murad xan, o birində də əlində ox yay, ulu nənən Bədircan dayanıb. Madem ki mənə inanırsan, o zaman bil ki, sən Adil üçün ən hörmətli, ən qiymətli adamlardan birisən ata. Bəlkə də sənin dediklərində həqiqət var. Ancaq o, bu məsələni ortalığa atanda əvvəlcə mənimlə məsləhətləşməli idi. Adil səni həmişə cəmaatın xeyrini hər şeydən yüksək tutan bir adam kimi tanıdığı üçün elə güman edib ki, kəndin böyük arxın altına köçməyinə birinci tərəfdar sən olacaqsan ata. Elə bilirsən, böyük arxın altına köçməyin xeyrini mən başa düşmürəm. Mən bu kəndin gələcəyi barədə fikirləşəndə sənin nişanlın hələ anadan olmamışdı. Mən çoxdan bilirdim ki, cəmaatın dolanışığı yaxşılaşdıqca, əhalinin sayı artdıqca Camal qalası darlıq eləyəcək. Ancaq mən fikirləşirdim ki, böyük arxın altında da yer götürərik. Cəmaat artdıqca istəyən köçüb orada tikilər. Bir kənddə orada salarıq. Sənin nişanlın buna da etiraz elədi. Bütün bunlardan sonra mən qanımı onun qanına qatsam Murad xanın yoru çatlar. Yox, sən bir daha onun adını tutmamalısan. Biz onunla Zaksa getmişik ata. Nə vaxt? Keçən ay. Keçən ay sən Bakıdaydın. Adil Bakıya müşavirəyə gəlmişdi. Bəs sən ata-anandan xəbərsiz Zaksa gedirdin? Biz sizin xeyir duanızla nişanlanmışdıq. Toyumuzu isə bu aya qoymuşdunuz. Demək belə. Get. Bir daha mənim adımı tutma. Ata. Mən sonsuzam.
Benim evladım yoktur. Git dedim sana. Koca kartal balalarına bu sert kayaların üzerinde uçma öğretir. Bu derin uçurumların dibinde görünen ov üzerine şığma öğretir. Sonra koca kartala indi ehtiramla bakan bu cavan kartallar uçup gidecekler. Heresi bir tarafa. Belki bu koca kartal bir de hiç onların yadına düşmeyecek. Senin de yetiştirdiğin cavan yiğitler bu cür pervazlanıp gittiler. Demek dünya belədir. Bu sessizliğe fikir verdikçe adamı hof götürür. Hara baxırsan, yiyəsiz boş evler. Ben özüme yer tapa bilmirəm. Elden obadan ayrı düşmek ne yaman olurmuş. Köçek burada Murat Xan. Biz de köçek büyük yarxın altına. Bestəyirdin sen harda, mən də orada. Yine de deyirəm. İstəyirəm cemaat içinde olaq. Burada qu deyirsən qulaq tutulur. Bilmirsən neyniyəsən. Yox Murat Xan. Yox. Mən daha dayana bilmirəm. Geceler aşağıda büyük arxın altında kendin ulduz kimi sayrışan ışıklarına bakanda yüreğim bir tər olur. Elə bilirəm bütün dünyadan ayrı düşmüşük. Ne olar? Sen de yen get kızının yanına. Özün bilirsən ki mən sensiz ayağımı heç yana koymaram. Ancak senin de benim de canımız cemaatin nefesindedir. Dünya elsiz obasız hiç nedir Murat Xan? Görünür elədir.
Sonra Muratxanla Pərzad da köçüb yendilər böyük arxın altına. Camal qalasında qartallar, bir də 5-10 qoyun quzusu ilə 100 yaşlı qoca bayandur qaldı. Böyük arxın altında cəmaat 23 yaşlı cavan Elxan özünə sədr seçmişdi. Sürətlə yeni evlər tikilirdi, yeni bağlar salınırdı. Aradan bir neçə ildə keçdi. Günlərin birində qoca Muratxan Pərzada dedi ki, darıxıram, çıxıram yuxarı, dağlarda biraz gəzim. Və o, indi artıq yaşa dolmuş, lakin hələ də gözəl, qıvraq olan kəhər ata minib Camal qalasına qalxdı. Gözlədilər, Muratxan qayıtmadı. Sonra gedib gördülər ki, böyük qala burcunun qabağında, ipək kimi yumşaq dağ otlarının arasında, arxası üstə uzanaraq sanki yuxuya gedib, kəhər at da başını dik tutaraq, qürurla onun yanında dayanmışdır. Qanatlarını sallayaraq, böyük qala burcunun üstündə oturmuş qoca qartal isə sakit, ciddi nəzərlərlə onlara baxırdı. Pərzadın təkidi ilə Muratxan dayını Camal qalasının yanında dəfn elədilər. Pərzad kəhər atı Camal qalasının həmişəlik sakini qoca bayandura bağışladı. Onu da deyək ki, Sürəyya ilə evlənəndən bir il sonra Adilin oğlu oldu. Kişinin öz arzusu ilə adını Muratxan qoydular. İndi 3-cü sinifdə oxuyur. Görənlər deyirlər ki, babasına yaman oxşayır. Siz xalq yazıcısı İlyas Əfəndiyevin Camal Qayası piyesini dinlədiniz. İştirak edirdilər Muratxan Məmməd Rıza Şeyxzamanov, Pərzad Mirvari Novruzova, Sürayya Amaliya Pənahova, Adil Səməndər Rızayev, Mail Fuad Poladov, Elxan Əlabbas Qədirov, Altay Hacı İsmailov. Tamaşanın rejissoru Ziyafət Abbasovdur. Əsər 1972-ci ildə lentə alınıb.